Respublikanın hörmətli izləyiciləri, sizə bugün bir təqdimatla gəlmişəm ki, baxıb hamınız deyəcəksiniz ki, wow, bu obyekt satılır. Bəli, buna obyekt demək özü belə sönük qalır. Bura Respublikaya səs salan Monte Brez istirahət mərkəzidir. Qubanın Qırızdəhnə kəndində yerləşir. Bura haqqında o qədər videolara baxmışsınız, o qədər dincəlmişsiniz. İndi isə mənim satış təqdimatımda baxın, buranın sahibi, hörmətli izləyici, az çox tanıyırsınız çoxumuzda. Niyyəti var, özü əslən Naxçıvanlıdır. Niyyəti var ki, Naxçıvanda bu şəraiti qursun, yaratsın. Qubada qurub yaradıb, deyir buranı satıram, gedirəm öz məmləkətimə, Naxçıvana, bütün Naxçıvana da buradan salamlar olsun. Orada bax bunu yaratmaq istəyir. Bura satılır. Yatırım üçün gözünüz, diqqətiniz məndə olsun. Təqdimata başladıq. 5 hektar ərazisi var bu obyektin. Bura obyekt demək yenə deyirəm, adamı dili gəlmir. Çünki bura analogu olmayan bir mənzərəsi var. Dəyərli izləyicilər, görün sizə təbiətin möcüzəsini göstərirəm. Həmən bu təbiətin heç milyardlarla qiyməti yoxdur. Dağların arasında 5 hektar ərazidə sizə nə təqdim edirəm? Bir də operator sizə axan dağdan gələn çayı göstərsin. Bura körpü hissəsidir və buradan otellərə keçəcəyik, buradan keçəcəyik bisetkalara və mən sizə möhtəşəm yerlər göstərəcəm. Getdik. İstirahət mərkəzinin böyük bir gölü var. 10.000 balıq var burada, dəyərli izləyicilər. 10.000 balıq, sazan, farel. Bundan əlavə kanatı var. Bundan əlavə paraşütların düşməyi üçün boş ərazi var. Bundan əlavə burada, baba bir dənə bunu çək. Gördünüz? Məcəradır da bura, dəyərli izləyicilər. Bura fantastik bir istirahət mərkəzidir. Burada katamaranı var. Bunlar bilirsiniz, hamısı puldur. Bunlar hamısı yeni sahibkarın gəlir mənbəyidir. O sezonluq gəlirləri, o barədə detalları danışarıq. Yəni sahibi ilə danışarsınız özünüz. Sadəcə mən sizə gözəllikləri bir təqdim edeyim. Bu 5 hektarın içində sizin təsəvvürünüz olsun. Keçir növbəti zonalara. Əyləncə hissəsi.